məkanda hesabı səhv gətirdilər. İndi sizə bir məkan göstərəcəm ki, bu sözü bu məkanda demək mümkün deyil. Ötən gün dostlarımızla ad günü qeyd etmək üçün yığışmışdıq. Neçə vaxtdır ki, ürəyimə də belə bol tərkibli kabab seti düşmüşdü. Ətrafımdakı bütün dostlarım buranı o qədər təriflədi ki, nəhayət mən də dadmağa fürsət tapdım. Məkan yeni açılsa da yeməklərinin dadına söz ola bilməz. Çünki dadlarını təkcə mən yox, gələn bütün qonaqların hamısı bəyəndi. Çünki bu setin tərkibində kababından, nar qovurmasından, aşından, qutabından, salatından tut yox idi. Təsəvvür edin, siz 4 nəfərlik kabab seti sifariş edirsiniz, amma 5-6 nəfər doyunca yeyib qalxa bilir. Məkan tamamilə ailəvidir, həm şou zalı, həm də kabinetləri mövcuddur. Həftə içi hər gün şou proqramları olur, 5-6 bazar isə türk, yunan və ərəb gecələri olur. Biz kabinet götürsək də ümumi zala keçib əylənib oynadıq belə. Unutmadan onu da deyim ki, kabinetlərdə heç bir depozit yoxdur. Məkanın 10 bir-birindən fərqli kabinetləri var və hər birində Netflix və karaoke mövcuddur. Bura yeni açılmış Peaky Blinders adlanır və Qarayev tərəfdə yerləşir. Ünvanı daha detallı tapmağınız üçün Instagram səhifələrini videonun altına qeyd edəcəm.